Bugünkü qaydamız yəlik əvəzliklərinə aid olacaq. Yəlik əvəzlikləri cümlədə isimdən əvvəl dayanır və isimlə bərabər cins, say və hal üzrə dəyişir. Yəlik əvəzlikləri kimin sualına cavab verir? Kimin sualı kişi cinsində çey, qadın cinsində çiya, orta cinsdə çiyo, cəm sayda isə çiyidir. Yəni gördüyünüz kimi sualda həmçinin cins və say üzrə dəyişir. Hər şəxs əvəzliyin ona uyğun yəlik əvəzliyi var. Baxın, ya, yəni mən, bu şəxs əvəzliyidir. Mənim kişi cinsində moy, qadın cinsində maya, orta cinsdə mayo, cəm sayda mayidir. Ты, sən, твой, твоя, твое, твои. Он, его, его. Bu əvəzlik eyni qalır bütün cinslər və sayda. Ana, onun, yəni yiyor. Gördüyünüz kimi bu da dəyişmir. Мы, наш, наша, наше, наши. Вы, ваш, ваша, ваше, ваши. Они, их dəyişmədən eyni qalır. Deməli, burada biz nə nəticə çıxardırıq? Его, ее, их dəyişməyən əvəzliklərdir. Onlar cins, say və hal üzrə dəyişmir. Bu 3 dənə əvəzlik. İndi gəlin həmin yəlik əvəzlikləri nümunədə istifadə edək. Baxaq görək onlar necə istifadə olunur cümlələrdə. Birinci kişi cinsində olan yəlik əvəzliklərini istifadə edəcəyik. Bunun üçün biz kişi cinsində olan ismi götürürük nümunə olaraq. Sual veririk. Bu kimin evidir? Ev kişi cinsindədir. Чей это дом? Это мой дом. Bu mənim evimdir. Это твой дом. Bu onun evidir. Это его дом. Üzr istəyirəm, bu sənin evindir. Это его дом. Bu onun evidir. Kişiyə məxsusdur. Это ее дом. Onun evidir. Qadına məxsusdur. Это наш дом. Bu bizim evimizdir. Это ваш дом. Bu sizin evinizdir. Это их дом. Bu onların evidir. İndi isə qadın cinsində isim götürürük. Kniga. Sual veririk həmin ismə. Чья это книга? Это моя книга. Это твоя книга. Это его книга. Это ее книга. Это наша книга. Это ваша книга. Это их книga. Gördüyünüz kimi yenə его, ее, их dəyişmədən eyni qaldı. Orta cinsdə isim götürürük. Окно, sual veririk ona. Чье это окно? Это мое окно. Это твое окно. Это его окно. Это ее окно. Это наше окно. Это ваше окно. Это их окно. Və axırda cəm sayda götürür isim. Sual veriyor ona. Дети. Чьи это дети? Это мои дети. Это твои дети. Это его дети. Это ее дети. Это наши дети. Это ваши дети. Это их дети. Çalışma burada var. Yəlik əvəzliklərinə aid. Gəlin baxaq. Burada düzgün sual sözü seçməliyik. Sual seçərkən ismə baxırıq. İsmin cinsinə və sayına. Сын, oğul, kişi cinsindədir. Чей, это сын. Ручка, qadın cinsindədir. Чья, это ручка. Работа, qadın cinsindədir. Чья, это работа. Дочь, qız. Чья, это дочь. Telefon, kişi cinsində. Чей, это телефон. Яблоко, orta cinsdə. Чье, это яблоко. Очки, eynək. Cəm sayda. Чьи, это очки.
Stul kişi cinsindədir. Чей это стул. Kvartira qadın cinsindədir. Чья это kvartira. Maşina qadın cinsindədir. Чья это машина. Брюки cəm sayda. Чьи это брюки. Одеяло orta cinsdə. Чье это одеяло. Карандаш kişi cinsində. Чей это карандаш. Место orta cins. Чье это место. Куртка qadın cinsində. Чья это куртка. Ножницы cəm sayda. Чьи это ножницы. Вопрос, sual. Kişi cinsində. Чей это вопрос. Брат kişi cinsi. Чей это брат. Сестра qadın cinsində. Чья это сестра. Проблема qadın cinsində. Чья это проблема. Компьютер kişi cinsi. Чей это компьютер. Груша qadın cinsi. Чья это груша. Игрушка qadın cinsi. Чья это игрушка. Дедушка kişi cinsi. Чей это дедушка. Бабушка qadın cinsi. Чья это бабушка. Внук kişi cinsi. Чей это внук. Внуки nəvələr kişi cəm say. Чьи это внуки. Çalışma eləyirik. Burada möntərəzədə olan şəxs əvəzliklərini, yiyəlik əvəzliklərini düzəltməliyik. Nümunəyə baxırıq. Это я, yəni mənim uşağımdır. Это мой ребенок. Это ты, дети. Это твои дети. Это его телефон. Bu onun telefonudur. Это их ручка. Bu onların qələmidir. Это мои вещи. Bu mənim əşyalarımdır. Это ваша работа. Bu sizin işinizdir. Это твои родители. Bunlar sənin valideynlərindir. Это мой сын. Bu mənim oğlumdur. Это моя дочь. Bu mənim qızımdır. Это ее сестра. Bu onun bacısıdır. Это их дети. Bu onların uşaqlarıdır. Bu mövzuya aid axırıncı çalışmamızı da eləyək. Burada yiyəlik əvəzliklərini qoymalıyıq. Это моя семья. Это мой отец. Это мой брат. Это моя сестра. Это мои дети. Это мои сыновья. У меня есть папа, мама и папа. Это мой отец. Это моя мать. У меня есть друзья. Это мои друзья. Это мои бабушка и дедушка. Yadımızda saxlayırıq ki, yiyəlik əvəzliyi seçərkən ismin cinsinə və sayına baxmalıyıq. Yiyəlik əvəzliyi isimlə eyni cins, say və halda olmalıdır.